Salam, hər vaxtınız xeyir olsun YouTube izləyicilərimiz. Hər birinizi salamlayırıq. Bugündən etibarən sizlər üçün Dövlət İmtahan Mərkəzinin riyaziyyat qiymətləndirmə tapşırıqları 4-cü sinif vəsaitinin izahını verəcəyik. Vaxt itirmədən başlayaq. Kitabımızın ilk bölməsinin ilk variantına. Əziz şagirdlər, valideynlər və müəllimlər izahlar bu formada sizə veriləcək, oxunacaq və tapşırığın tam olaraq izahı yazılacaq. Birinci bölməmiz ədədlər və A variantını işləyirik. Birinci sualımızda deyilir ki, 342.835 ədədi hansı mərtəbəyə qədər yuvarlaqlaşdırılarsa, ədəddəki rəqəmlərin cəmi ən az olar. Deməli, ədədimizi yazırıq. 342.835. Ədəddəki rəqəmlərin cəmin ən az olması üçün bizdə bu sıradakı ədədlərin hamısı sıfıra çevrilməlidir ki, burada bir 3 qalsın. Və bu da bizim 100 minlik mərtəbəmizə uyğun gəlir. 100 minliyə qədər yuvarlaqlaşdırılarsa, ədədlər hamısı sıfırlanır və burada da deməli 300 min qalır. Cavab 100 minlik olmalıydı. İkinci sualımıza keçid edirik. Böyüdür, kiçikdir və bərabərdir şartlarını istifadə edərək ABC ədədlərini müqayisə edin. A-nı tapaq, əziz şagirdlər. 3-ə bölünən ən böyük 6 rəqəmli ədəddir. Ən böyük 6 rəqəmli ədəd bilirik ki, 999.999-dur. Elə 3-ə bölündüyünə görə A-mız olacaq 999.999. B. 6-ya bölünən ən böyük 6 rəqəmli ədəddir. Ən böyük 6 rəqəmli ədədimiz elə budur, amma 6-ya bölünmək deyirsə, həm 2-yə, həm 3-ə bölünməlidir. Bu 3-ə bölünür, amma 2-yə bölünmür. Ona görə də biz elə edirik ki, bu belə bir ədəd yazsaq, 999.996 yazsaq, həm 2-yə bölünəcək, həm də 3-ə bölünəcək. C-ni tapaq, 9-a bölünən ən böyük 6 rəqəmli ədəddir. Elə 999.999 9-a bölünür, həm də ən böyük 6 rəqəmli ədəddir. Və bunları müqayisə edəsək görərik ki, A C-yə bərabərdir və böyükdür B-dən. Keçirik 3-cü sualımıza. 3-cü sualımızda deyir 2, 4, 1, 9, 0. Verilmiş rəqəmlərin köməyi ilə düzələn ən böyük tək ədədlə ən kiçik cüt ədədin fərqini tapın. Deməli, ən böyük tək ədədimiz olacaq 94.201. Ən kiçik cüt ədədimiz isə olacaq 10.294. Və bunların bizə deyir fərqi də bərabərdir 83.907-yə bərabər olacaqdır. Daha sonra keçək 4-cü sualımıza. 4-cü sualımızda bildirir. Nəzrin, Akif, Həmid imtahandakı 20 sualın hamısını cavablandırdılar. Ən uğurlu nəticəni hansı şagird əldə etmişdir? Qeyd edib, Nəzrin 16 düz. Biz də yazaq. Nəzrin 16 düz. Akif 3 səhv cavab. 20-dən 3 səhvdirsə, çıxaq 3-ü. Eləsin 17 düz. Akif 17 düz. Həmid sualların yarısını düzgün cavablandırıb. Yarı nədir? Yarı 2-yə bölmək deməkdir. Bölürük 2-yə, eləyir 10. Deməli, Həmid də 10 dənəsini dolu cavablayıb. Ən uğurlu nəticəni təbii ki, biz buradan görürük ki, Akif 17 düzlə qazanıbdır. 5-ci sualımız. Hansı ədədlər onluqlara qədər yuvarlaqlaşdırılsa, 8570 ədədi alınar. Bizim qaydamız nədir? Onluqlara qədər yuvarlaqlaşdıranda 8570 ədədi almaq üçün ən kiçik ədədi tapanda 5-i çıxırıq, onluqlardan söhbət gedirsə. Ən böyük ədədi tapanda isə verilmiş ədədin üzərinə 4 əlavə edirik. Ən kiçik ədədimiz olacaq 8570-dən 5 çıxanda eləyəcək 8565 və aradakı bütün ədədlər gələcək olacaq 8574-ə qədər. Bu ədədləri, bu aradakı bütün ədədləri də götürürük və hamısı onluqlara qədər yuvarlaqlaşdırılır, 8570 alınır. Keçirik 6-cı sualımıza. 6-cı sualda qeyd edir. 2 fərqli çəndə cəmi 2600 litr su var.
Böyük çəndən kiçik çənə 400 litr su tökülərsə, 2 çəndəki suyun ümumi miqdarı necə dəyişir? Cavabı izah edin. 2 fərqli çəndə ümumilikdə 2600 litr su vardı və böyük çəndən kiçik çənə 400 litr su tökülür. 2 çəndəki ümumi miqdarı nə qədər olar? Dəyişməz, təbii ki, dəyişməz. Çünki ümumi miqdara biz dəymirik, sadəcə bir-birinə yer dəyişmə edirik. Heç bir şey olmayacaqdır. Keçirik 7-ci sualımıza. 7-ci sualda bildirir bizə. Əgər ölkədəki əhalinin sayı milyonluqlar sinfinə uyğundursa, ölkədəki ən yaşlı adam hansı mərtəbəyə uyğundur? Cavabı izah edin. Təklik mərtəbəsinə uyğundur. Bu məntiqi bir sualdır. Heç bir hesablamaya ehtiyac yoxdur. Ən yaşlı adam deyirsə, o bir nəfərdir də, bircə nəfərdir. Həmin adamda sayı 1 isə təklik mərtəbəsinə də uyğundur. 8. Bir kitabın çap xərci 3 manat, satış qiyməti 5 manatdır. Çap maşınının qiyməti isə 947 manatdır. Mətbəə sahibi ən az neçə kitab çap etməlidir ki, gəlir əldə etsin? Biz birinci bir kitabdan gələn gəlirimizi hesablasaq, 5-dən çıxarıq 3-ü edər 2 manat bizim bir kitabdan olan gəlirimizdir. Çap maşının qiyməti 947 manatdır. Gəlin 947-ni bölək 2-yə. Görək ki, bizə neçə kitab lazımdır? Bizə lazımdır 473 düşür. Və burada bir də qalıq qalır. Həmişə o bir dənə alınan cavabın üzərinə bir əlavə olunmalıdır. Niyə? Çünki 473-ü 2-yə vuranda biz 946 alacağıq. Amma biz buradan gəlir əldə etmirik axı. Biz gəlir əldə etmək üçün bir dənənin də üzərinə gəlməliyik əlavə kitab ki, 474 dənə kitab sataq və gəlir əldə etmiş olaq. 9. 742.639 ədədini rəqəmlərlə yazın. Baxın, 742.000. 1000 deyirsə, deməli bizim minliyimiz olacaq 742 və arxasında da deyir ki, 639. 639 da olacaq təkliklər sinfi, bu da olacaq minliklər sinfimiz. 10. Ulduz işarəsinin yerini hansı rəqəmləri yazdıqda? Deməli, 73 ulduz 45 böyük olacaq 73.698-dən. Hansıları yazsaq bərabər olar? Təbii ki, biz bura 7, 8 və 9 yaza bilərik. Çünki 6 yazsaq 73.645 698-dən böyük olmayacaq. 73.745, 73.845, 73.945 bundan böyükdür. 11. Mərtəbə vahidlərinin cəmi ən çox olan ədədi göstərin. Bu sualda səhvlik var. Mərtəbə vahidlərinin yox, mərtəbə vahidlərinin sayının yazmalıydı. Çünki yazdığı sualla göstərdiyi cavab bir-birindən uzlaşmır. Mərtəbə vahidlərinin sayının cəmi ən çox olan qeyd etməliydi və cavab B variantı olmalıydı. Mərtəbə vahidlərinin sayı 8 üstəgəl 9 üstəgəl 4 üstəgəl 5. B variantında ən çoxdur, yəni 26-dır. Digər variantlarda isə az olacaqdır. 12. Hansı ifadənin qiyməti ən böyükdür? Bir-bir hesablasaq görərik ki, birinci ifadənin qiyməti 107 A variantında. İkinci ifadə B variantında 155, C variantında 233, D variantında isə 288-dir. Və cavab D variantı 288 olacaq. Və qayda olaraq da qeyd etmək lazımdır ki, hər zaman birinci mötərizənin içi işlənilir, mötərizəli ifadə varsa. A variantında birinci 5-i 19-a vuracaq, aldığımız cavabın üstünə 12 gələcək. B variantında mötərizənin içində 19-un üstünə 12 gələcək, daha sonra aldığımız cavabı 5-ə vuracaq. C variantında 19-u 12-yə vuracaq, üzərinə 5 gələcək. D variantında isə 5-i üstünə 19 gələcək, aldığımız cavabı 12-yə vuracaq. Cavab D variantı olacaq. Keçirik 13-cü sualımıza. Qeyd edir ki, burada müəyyən ədədlər yazır və deyir sözləri elə sıralayın ki, oxunuşunda mümkün olan ən böyük ifadə alınsın. Ən böyük ifadəni biz buradan tapacağıq. Ən böyük ifadə burada A variantında olacaq. Niyə? Çünki gəlin sıralayaq.
2 olacaq 8, 400, 800, sonra gələcək 5000, 800 min. Baxın, minliyimiz oldu 800 min. Sonra 3, 20, 1'ə də uyğundur 2, 22. Baxın, bizim ən böyük ədədimiz bu olacaq elə. Gəlin B variantına da baxaq. 1, 2, 4, 100, 200, üstə də 20, 228, 228, 5 də olacaq artıq burada 1000, 228 min. Baxın, 800 min böyük, yoxsa 228 min böyük, təbii ki 800 min. Digərlərini hesablasaq, yəni daha kiçik alınacaq. Keçirik 14-ə. 902, 458, 719, 245 ədədləri ilə bağlı doğru ifadələri müəyyən edin. Baxırıq birincinə. Ədədi ortası 2-yə bölünmür. Ədədi orta nə deməkdir? Verilən bütün ədədlərin cəminin onların sayına nisbəti, yəni bölünməsi deməkdir. Bu ədədləri biz toplasaq, onun sayına, yəni 1, 2, 3, 4, 4-ə bölsək, cavabımız eləyəcək 581. Deyək ki, ədəd ortası 2-yə bölünmür. Bəli, 581 2-yə bölünmür. Birinci doğrudur. İkinciyə baxaq. Cəmdə alınan ədədin onluqlar və yüzlüklər mərtəbəsinin vahidləri eynidir. Bu 4 ədədi toplasaq, biz alacaq 2324. Onluqlar və yüzlüklər mərtəbəsinin vahidləri eynidir. Baxın, burada da 2-dir, burada da 2-dir. Eynidir, bu səhvdir. Üçüncünə baxaq. 580 ədədi sıraya əlavə olunsaydı, ədədi orta dəyişərdi. Biz 580 ədədini sıraya əlavə etsək, 5 ədəd alınacaq. Həmin o 5 ədədi toplasaq və bölsək 5-ə, cavabda eləyəcək 580 tam, onda 8. Ədədi orta dəyişərdi? Bəli, dəyişərdi. Çünki əvvəl ədədi orta 581 idi, indi oldu 580 tam, onda 8. 4-ə baxaq. Ədədlər azalan sırada yazılıb. Xeyr, ədədlər qarışıq yazılıbdır. Nə azalandır, nə artandır. Səhvdir. Bizə buradan doğru ifadələri istəyir. Ona görə də 1 və 3 bizim olacaq doğru ifadəmiz A variantı. 15-i keçid edək. 47285 ədədlərini yüzlüklərə qədər yuvarlaqlaşdırıb ona böldükdə hansı ədəd alınır? 47285 ədədini yüzlüklərə qədər yuvarlaqlaşdıraq. Təklik, onluq, yüzlük. Yüzlüyün altından xətt çəkib geridəki ədədə baxırıq. Ədədimiz 5-dən böyük olduğuna görə yüzlük mərtəbəmiz 1 vahid artacaq. 2 olacaq 3 və arxadakı ədədlər sıfırlanacaq. 47300 ədədini alacağıq. Və deyək ki, yuvarlaqlaşdırdıqdan sonra 10'a böldükdə arxadan bir sıfır silirik. Edir 4730. 4730 ədədi alınacaq. Cavab olacaq B variantı. Keçək 16-ya. 74860, 74960, 75060 ardıcıllığında qanuna uyğunluğu müəyyən edin və növbəti ədədi tapın. Buradakı qanuna uyğunluğumuz nədir? Baxın, baxan kimi görünür. Bizim yüzlük mərtəbəmiz 1 vahid artır. 8 olur 9, 9 olur 0. Əslində bu 0 olmur. Bu olur 10. Sadəcə bura 10 yaza bilmədiyimizə görə artıq minlik mərtəbəmiz 1 vahid artmağa məcbur qalır. Deməli biz hər sonrakı ədədin, hər əvvəlki ədədin üzərinə 100 gəldikdə sonrakı ədədi almış oluruq. Bizim ədədimiz 75060'dır və növbəti ədədi tapmaq üçün nə edəcəyik? Üzərinə 100 əlavə edəcəyik. Edəcək 75160. Cavab A variantı. Keçirik 17. Cədvəldə 2020-ci il məlumatlarına əsasən bəzi rayonlarımızın əhalisinin sayı haqqında məlumat verilmişdir. Əhalisinin sayına əsasən azdan çoxa sıraladıqda 3-cü yerdə hansı rayon olar? Azdan çoxa sıralayaq. Yəni Şuşa 34900 əhalidir. Füzuli 134700 əhali, Laçın 79200 əhali, Kəlbəcər 94700 əhali. Azdan çoxa sıraladıqda bizdə ən az əhali Şuşadır. Ən az Şuşadır. 34900. Daha sonra gələcək ikinci
Laçın durur. Laçın 79.200. Üçüncü yerdə durur Kəlbəcər. Dördüncü yerdə də durur ən çox Füzuli. Aha. Deməli, üçüncü yerdə bizdə duracaq Kəlbəcər rayonumuz. D variantı. 18-dən artıq bizim situasiya suallarımız başlayır. Sizə təqdim olunmuş sualları situasiya uyğun oxuyub 3 ədəd məsələni həll edəcəyik. Situasiyamız belədir. Tərəvəz dükanında gün ərzində cəmi 48 kiloqram yaşıl və qırmızı alma satılmışdır. Qiyməti 2 manat olan qırmızı alma, qiyməti 3 manat olan yaşıl almadan 2 dəfə çox satılıb. 1 litr meyvə şirəsi üçün 4 kiloqram meyvə lazımdır. Situasiyamızın belədir. 18-ci suala nəzər salaq. Görək nə deyəcək. Neçə kiloqram qırmızı alma satılıbdır? Deməli, tərəvəz dükanında ümumi 48 kiloqram yaşıl və qırmızı alma satılıb. Qiyməti 2 manat olan qırmızı alma, qiyməti 3 manat olan yaşıl almadan 2 dəfə çox satılıbdır. Qırmızı və yaşıl alma var. Qırmızı alma yaşıl almadan 2 dəfə çox satılıbsa, yaşıla 1, qırmızıya 2 desək, bunların ümumisi edəcək 3. Aha. Və ümumi 48 kiloqramdır. Biz 48-i də bölək 3-ə, görək hər hissəyə nə qədər düşəcək. 48-i 3-ə böləndə edəcək 16. Yəni bizim bir hissəmiz olacaq 16. Yaşılı tapdıq ki, yaşıl 1 idi, el olacaq 16 kiloqram. Qırmızımız isə 2 olduğuna görə 16-nı vuracaq 2-yə, edəcək 32 kiloqram. Deməli, qırmızı almadan 32 kiloqram, yaşıl almadan 16 kiloqram satılıbdır. 19-cu suala keçək. Gün ərzində satılan yaşıl almalardan neçə litr meyvə şirəsi əldə etmək olar? Biz yaşılı tapdıq ki, 16 kiloqram satılıbdır. 16 kilo yaşıl alma. Deyir ki, 1 litr meyvə şirəsi üçün 4 kiloqram alma lazımdır. Əgər 1 litr meyvə şirəsi üçün 4 kiloqram alma lazımdırsa, bizdə də 16 kiloqram yaşıl alma var. 16-nı 4-ə bölsək, litrimizi tapmış olarıq. Deməli, biz 16 kiloqram yaşıl almadan 4 litr meyvə şirəsi əldə edə bilərik. 20-yə baxaq. Almaların ümumi qiyməti neçə manatdır? Deyir ki, qiyməti 2 manat olan qırmızı alma. Qırmızı almadan bizdə 32 kiloqramdır. 32 kiloqramı vuraq, 1 kiloqramı 2 manatdansa 2-yə. Bu olacaq qırmızı almalarımızın qiyməti 64. Yaşıl almalarımız isə qeyd edirdi 3 manatdır. Yaşıl almadan da satılıb 16 kiloqram. 16 kiloqramı vururuq 1 kiloqram qiymətinə, yəni 3-ə. Edəcək 48 kiloqram. Və ümumi qiymət soruşduğuna görə 64-ün üzərinə 48 gələcək. Cavab edəcək 112 manat. Deməli, birinci bölməmizin A variantının izahı bu qədər. Videonu bəyənib, abunə olub kanala və digər dostlarınızla, müəllim yoldaşlarınızla, şagirdlərlə paylaşmağı unutmayın ki, növbəti səhifələrdə izah edək sizin üçün. Hər birinizə uğurlar.